Salam, hər vaxtınız xeyir olsun. Biz sizlə bugün Basatın Təpəgözü öldürdüyü boy haqqında danışacağıq. Ümumiyyətlə, Basatın Təpəgözü öldürdüyü boy əfsanəvi xarakter daşıyır və Kitabi Dədə Qorqudun 8-ci boyu hesab olunur. Deyir ki, bir gün Oğuzların yurtlarına düşmən basqın elədilər. Biz burada deməli Oğuzların düşmən olduğunu görürük. Uşaqlar, bu düşmən əsərdə xarici və daxili olmaqla ikiyə ayrılır. Yəni Oğuzların xarici və daxili düşmənləri mövcuddur. Onlar deyir gecə ilə qorxub köçdülər. Oğuzların qorxaqlığına yer verilib. Əgər sizə testdə düşsə ki, Oğuzlar həmişə cəsarətli olub, qorxmaz olublar, xeyr, qorxub köçüblər burada gördüyünüz kimi. Qaçıb gedəndə Aruz qocanın körpə oğlu düşüb yolda qalır və onu bir şir tapıb götürür. Bir müddətdən sonra Oğuz cəmaatı yenə yurduna qayıtdı. Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi. Uşaqlar, Kitabi Dədə Qorqudda Oğuz xan Bayandır xandır. Burada, yəni əslində dediyi şəxs Bayandır xanın özü hesab olunur. Ölkəni idarə edən, ölkənin başında hökmdar Bayandırdır, amma onun adını idarə edən Qazan xandır. Oğuz xanın ilxıçısı gəlib xəbər dedi. Xan, qamışlıqdan bir şir çıxır. Sıçrayıb qaçmağı adam kimidir. Atı vurub basır, qanını sömürür. Baxın, xan dediyi şəxs də bu Oğuz xanın özüdür. Yəni Bayandır xana müraciət edir. Heç bir boyda Bayandır xan birbaşa iştirak etməyibdir. Demək olar çoxunda heç adı da keçmir və ya sadəcə adı keçə bilər. Amma bu boy yeganə boydur ki, Bayandır xanın nitqinə də yer verilibdir. Adı da sıx çəkilir və müraciət var. Aruz dedi. Xan, bu bəlkə yerimizdən qaçanda düşüb itən körpə oğlumdur. Bax, körpə oğlu ola biləcəyi fikrini Aruz düşünür. Yəni xan fikirləşmir, Aruz fikirləşir ki, bəlkə bu mənim oğlumdur. Bəylər atlandılar, şirin yatağı üzərinə gəldilər. Şiri qaçırıb oğlanı tutdular. Aruz oğlanı evinə gətirdi. Şadlıq etdilər, yemək içmək oldu. Amma oğlan nə qədər saxlayıb ovundursalar da durmadı. Şirin yataq yerinə qaçdı. Yenidən durub gətirdilər. Dədəm Qorqud gəldi. Uşaqlar, burada Dədəm Qorqudla bağlı da əsas fikir var. Deməli, bu fikir nədir? Dədə Qorqud bütün boyların sadəcə sonunda gəlib soylayır, boylayır. Amma yeganə Basatın Təpəgözü öldürdüyü boydur ki, Dədə Qorqud əsas obraz kimi iştirak edir, idealın açılmasına xidmət edir və biz bu boyda Dədə Qorqudun adını 3 yerdə görəcəyik. Başda da gördük, ortada görəcəyik, sonda da görəcəyik. Dedi, oğlum sən insansan, heyvanla həmsöhbət olma. Gəl yaxşı atlarla, yaxşı gidlərlə bircə çap. Böyük qardaşının adı Qıyan Səlcikdir. Testə düşmüşdü ki, deyir əsərdə biz Basatın qardaşının adını kimdən öyrənirik? Basatın qardaşının adının Qıyan Səlcik olmağını biz kimdən öyrəndik? Dədə Qorquddan öyrəndik. Bizə bu fikir Dədə Qorqud dedi. Yəni ilk adını çəkən Dədə Qorquddur. Deyir, sənin də adın Basat olsun. Dədə Qorqudun yeganə özünün birbaşa ad qoyduğu igid Basat idi. Adını mən verdim, yaşını Allah versin. Oğuz cəmaatı bir gün yaylağa köçdü. Aruzun bir çobanı var idi. Uşaqlar deyir, çoban xanın çobanıdır. Yox, çoban Aruzun çobanıdır. Aruzun bir çobanı var idi. Qonur qoca Sarı çoban deyərdir. Bax, bu çobanın adını yaxşı öyrənin ha, Sarı çobandır. Demək, nədir adı? Sarı çoban. Oğuzların önündə bundan əvvəl kimsə köçməzdi. Baxın, yaylağa ilk Sarı çoban köçür və Oğuzlardan heç kəs ondan qabaq köçə bilməzdi ora. Həmin yerin adı ümumiyyətlə yoxdur, amma bulağın adı var. Uzun bulaq deyilən məşhur bir bulaq var idi. Birdən qoyunlar üçdü. Çoban qabağındakı təkə hirsləndi, irəli getdi. Gördü bir ət toplusu par-par parıldayır. Bu ət toplusu əslində Təpəgözün özüdür. Çoban ət parçasına vurduqca ət topası böyüdü. Çoban həmin yığnağı qoydu, qaçdı. Qorxusundan qaçır. Deməli, Basatın ümumiyyətlə dünyaya gəlişi necə olur? Bu Sarı çoban bir dəfə uzun bulağın yanından keçəndə pərilərlə rastlaşır və orada bir pəri ilə münasibət qurur və həmin münasibətdən də oğulları Təpəgöz dünyaya gəlir. Düzdür, çoban pərini yarım yolda qoyur, yəni ayrılmağa qərar verir. Onda pəri əsəbləşib deyir ki, çoban 9 ay sonra gəlib görərsən başıma gələn fəlakəti. Həmin 9 ay bitir, yenə yaylağa köç vaxtı başlayır. Çoban artıq öz fəlakəti ilə qarşılaşır. Belə,
Sən demə o zaman Bayandırxan bəylərlə gəzməyə çıxıbmış. Bu bulağın üstünə gəldilər. Gördülər ki, təəccüblü şey yatır. Başı ayağı bilinmir. Çevrəyə aldılar. Bir igid atdan düşüb onu tərpətdi vurdu. Baxın, onu vuran igidin adı yoxdur, sadəcə bir igid olaraq deyir. Vurduqca da gövdəsi adam gövdəsi tərpəsində bir gözü vardı. Üzr istəyirəm. Vurduqca da silkələndi. Birdən bir oğlan uşağı çıxdı. Gövdəsi adam gövdəsi, təpəsində bir gözü vardı. Aruz bu uşağı götürüb ətəyinə sarıdı. Uşaqlar, deməli, burada vuranın adını görmürük, düzdür? Kim vurubdu? Necə vurubdu? Kimin vurduğu göstərilmir. Kimin vurduğunu görmürük biz. Aha. Biz deməli burada kimin vurduğunu görmürük ət topasına. Sadəcə deyir vurdu, silkələndi, içindən bir oğlan çıxdı. Aruz bu uşağı gətirib ətəyinə sardı. Dedi, xanım bunu mənə verin. Oğlum Basatla böyüdüm. Bax, buradakı xanım da Bayandırxandır. Görürsünüz, Bayandırxanın adını keçir, özü iştirak eləyir. Deyir, xanım bunu verin mənə, böyüdüm. Baxın, burada özləri isə Bayandırın adını hətta qara ilə verib. Sənin olsun, nitqidir çünki. Bayandırxanın nitqi. Deyir, götür sənin olsun. Aruz Təpəgözü götürüb evinə gətirdi. Buyurdu, bir dayə gəldi. Uşaq dayənin canını aldı. Uşağın ilk canını aldığı şəxs dayə olur. Uşaq dayənin canını aldı. Bir neçə dayə gətirdilər. Təpəgöz onları həlak elədi. Gördülər olmur, südlə bəsləyə dedilər. Baxın, südlə bəsləməyə qərar verirlər. Gündə bir qazan süd çatmırdı. Bəslədilər, böyüdü, gəzməyə başladı oğlan uşaqları ilə. Deyir ki, uşaqların birinin burnunu, birinin qulağını yeməyə başladı. Xülasə cəmaət bunun əlindən zara gəldi. Aciz qaldılar. Aruzu şikayət edib ağlaşdılar. Aruz Təpəgözü döydü, söydü. Belə hərəkətləri qadağan elədi. Təpəgöz sözünə baxmadı. Axır ki, Aruz onu evdən qovdu. Baxın, onu evdən qovan şəxs Aruzun özüydü. Kim qovdu desə, Aruz qovdu. Təpəgözün pəri anası gəlib oğlanın barmağına bir üzük keçirdi. Baxın, evdən qovulandan sonra baş verən hadisə onun pəri mamasının gəlməyi idi. Aha, pəri anası gəlib onun barmağını üzük keçirdi. Dedi, oğul sənə ox batmasın, bədənini qılınc kəsməsin. Təpəgöz oğuzların arasından çıxdı. Bir uca dağda məskən saldı, yol kəsdi. Adam oğurladı, böyük quldur oldu. Üzərinə bir neçə adam göndərdilər, ox atdılar, batmadı. Qılınc vurdular, kəsmədi, süngünü sancdılar, yerimədi. Çoban çoluq qalmadı, Təpəgöz hamısını yedi. Oğuzların içində adam yeməyə başladı. Oğuzlar yığışıb onun üstünə gəldilər. Təpəgöz görüb qəzəbləndi. Bir ağacı qoparıb yerindən atdı. Baxın, burada Təpəgöz bir ağacı qoparıb yerindən atanda 50-60 adama zərbə vurur. Bu da nə sayılır ədəbiyyatda? Mübaliğə hesab olunur. Mübaliğəyə dastanda çox yer verilibdir. Belə. Deyir 50-60 tane adamı həlak elədi. İgidlərin başçısı Qazan Eləsə qüvvə vurdu. Dünya başına qaraldı. Oğuzların adlı sanlı igidlərinin bəziləri Təpəgözün əlində canını tapşırdı. Bəziləri məğlub olub geriyə qayıtdılar. Oğuzlar Təpəgözü heç nə edə bilmədilər. Vahiməyə düşüb qaçdılar. Oğuz yurdu Təpəgözün əlində əsir yesir olub qaldı. Bu arada Təpəgözün çıxıb məskunlaşdığı dağ Sallaxana idi. Yəni doğru dağın adı Sallaxana idi. Oğuzlar Təpəgözü heç nə eləyə bilmədilər. Vahiməyə düşüb qaçdılar. Oğuz yurdu Təpəgözün əlində yetim yesir olub qaldı. Gedib Dədə Qorqudu çağırdılar, onunla danışdılar. Baxın, mən sizə demişdim, sən əvvəl Dədə Qorqudun adı ortada da var. Dədə Qorquda çağırandan sonra gəlin xərac fikrini deyən Oğuz əhalisinin özüdür. Oğuzların özü səsləndirir. Dədə Qorqudu çağırdılar, onunla danışdılar. Gəlin pay ayıraq, xərac verək dedilər. Yəni bu fikir Dədə Qorqudun fikri deyil, Oğuzların fikridir. Dədə Qorqudu Təpəgözün yanına göndərdilər. Gəldi, salam verdi, dedi. Yəni Dədə Qorqud deyir. Oğul Təpəgöz Oğuz yurdu əlində əsir olub viran qaldı. Sənin ayağına məni göndəriblər. Sənə vaxtaşırı pay verək deyirlər. Təpəgöz dedi, gündə 60 adam yığıb verin yeməyə. Dədə Qorqud dedi, bu hesabla sən adam qoymaz, hamını yeyib qutarsan. Amma gündə 2 adam 500 qoyun verə bilərik. Aha, Dədə Qorqud belə deyəndə Təpəgöz dedi, yaxşı elə olsun, ancaq mənə həm də 2 adam verin. Bax, bu təklifi o sürür.
Yəni yeməyini bişirmək üçün 2 adamı istəyən Təpəgözün özüdür. Yəni bu təklif ona Dədə Qorquddan gələn təklif deyil. Aha, Dədə Qorqud döndü, Oğuz yurduna gəldi, dedi. Bunlu qoca ilə yapaqlı qocanın getməyini isə Dədə Qorqud seçibdi. Bunlu qoca ilə yapaqlı qocanı Təpəgözə verin, xörəyini bişirsin. Bir də gündə 2 adamla 500 qoyun istəyir. Bu qocaların adı düşür ha. Bunlu qoca, yapaqlı qoca. Cəmaət razılaşdı. 4 oğlu olan birini, 3'ü verdi, 3'ü qaldı. 3 oğlu olan birini verdi, 2'si qaldı. 2 oğuldan olanda birini verdi, biri qaldı. Qapaqqan adlı bir kişi var idi. Baxın uşaqlar, əsərdə Qapaqqanı görmürük. Qapaqqanla bağlı məlumat yoxdur, sadəcə adı var. Çünki söhbət onun yoldaşından gedəcəkdi. Deyir ki, Qapaqqan adlı bir kişi var idi, 2 oğlu var idi. Bir oğlunu vermişdi, biri qalmışdı. İndi növbə dolanıb ona çatmışdı. Anası, yəni burada ana deyəndə həmin oğlanın anası gedir. Qapaqqanın arvadıdır. Qapaqqanın arvadı fəryad edib zar-zaraqladı. Sən demə Oğuz, Aruz oğlu Basat harasa döyüşə gedibmiş. Deməli uşaqlar burada Basatın döyüşdən qayıtdığını görəcəyik. Basat döyüşə gedibmiş. Bu zaman gəlib çıxdı. Oğlan anası dedi, Basat indi çapqınçılıqdan gəlib. Çapqınçılıq yəni döyüşdən. Gedim bəlkə mənə bir əsir verdi. Oğulcağazımı qurtara bildim. Basat oturmuşdu ki, gördü bir qadın gəlir. Yəni gələn qadın kimdir? Qapaqqanın arvadı. Salam verdi. Ağladı, dedi. Ovucularına sıpa burada ona tərif deyir. Burada ona tərif deyir. Ovucularına sığmır lələkli oxun. Yekə-təkə buynuzundan bəlkə yayın var. İç Oğuzda, daş Ağızda bəllidir adın. Aruz oğlu İgid Basat, kömək et mənə. Basat dedi, nə istəyirsən? Qadın dedi, vəfasız dünyada bir kişi meydana çıxıb. Oğuz elini yaylağa köçməyə qoymadı. Böyük iti polad qılınclar bir tükünü kəsə bilmədi. Nizə oynadanlar dərisini dələ bilmədi. Ox atanlar ona kar etmədilər. İgidlərin başçısı qazana bir zərbə vurdu. Qardaşı Qaracunonun əlindən əzildi. Bax, düşmüşdü. Kimə zərbə vurub qazana, kimə zərbə vurub Qaracunəyə. Ağ saqqalı atan Aruza qan üstürdü. Meydanda qardaşın Qıyan Səlcik. Baxın, Qıyan Səlcikin ölüm xəbərini kimdən eşitdi? Basat kimdən eşitdi bu xəbəri? Qıyan Səlcikin ölüm xəbərini Basat Qapaqqanın arvadından eşitdi. Ödü yarıldı, can verdi. Qalın Oğuz bəylərinin də kimini şikəst etdi, kimini həlak elədi. 7 dəfə, bax neçə dəfə? 7 dəfə Oğuz elini yerindən qovdu, xərac istədi, aldı. Deməli, Oğuz eli ya xərac verib düşməndən qorunub, ya da qaçırmış yurtlarından. İndi gündə 2 adam 500 qoyun istəyir. 2 qocanı ona xidmətçi veriblər. 2 oğlum var idi, birini verdim, biri qaldı. Bax, bütün məlumatları, Basatın varoluşunu, 2 qocanın yemək pişirməyə əsir düşüşünü, hamısını Qapaqqanın arvadı Basatı danışır. Bir növbədə fırlanıb mənim 2-ci oğluma çatıb onu istəyirlər. Xan mənə kömək elə. Basatın qaranlıq çökmüş gözləri yaşla doldu. Qardaşının ötürü xan görək nə deyir. Qayalıq yerdə tikilmiş otaqlarını o zalım yıxmışdır yəqin qardaş. İti qaçan atlarını dövlədən o zalım seçmişdir yəqin qardaş. Fərəhlənib gətirdiyin gəlinini o zalım səndən ayırmışdır yəqin qardaş. Ağ saqqallı atamı oğul deyə ağlatdın yəqin qardaş. Ağcözlü anamı sızlatdın yəqin qardaş. Qardaşımdan ayrıldım deyə çox ağladı, sırladı. Basat həmin qadına bir əsir verdi. Get oğlunu xilas et dedi. Baxın, əsiri verir. Deyir, get oğlunu xilas elə. Sonra qadın əsiri götürüb gəldi, oğlu yerinə verdi. Həm də baxın, Aruza 2 dəfə muştuluq gedir. Birinci muştuluğa aparan burada Qapaqqanın arvadıdır. Deyir ki, oğlun gəldi, muştuluq verir. Deməli, oğlu gəldi deyə Qapaqqanın arvadı gedir Aruza muştuluğa. Ağlaşdılar, hönkürdülər. Deyə muştuluq verdi. Basat atasının anasının əlini öpdü. Ağlaşdılar, hönkürdülər. Oğuz bəyləri toplaşdı, yemək içmək məclisləri quruldu. Baxın, yemək içmək məclisi Basatın şərəfinə qurulmayıb. Yəni Basat gəldi deyə qurulan bir yemək içmək məclisi deyil o. Yemək içmək məclisinin qurulma səbəbi yemək qınçılıqdan əli dolu qayıtması idi. Basat çapqınçılıqdan əli dolu qayıdır deyə bunlar da deyirlər ki, yemək içmək məclisi. Yəni ümumiyyətlə Kitab Dədə Qorqudda çapqınçılıqdan əsinlə əli dolu qayıdan yemək içmək məclisi həmişə qurulur. Yəni bu adətdir. Belə, yemək içmək məclisi quruldu. Basat dedi, bəylər, qardaşımın qanını almaq üçün Təpəgözlə qarşılaşmaq istəyirəm.
Bax, bu fikir özünə aiddir. Bu fikri o kimlənsə soruşmur. Demir sizə edinmi? Deyir qarşılaşmaq istəyirəm. Vəsə, fikrini bildirdi. Nə deyirsiniz? Qazan bəy, bax bu sözlər Qazan bəyə aiddir. Qazan bəy burada söyləmiş görək. Xan necə söyləmişdir? Deməli, deyir ki, böyük nəhəng oldu Təpəgöz, göydə çevirdim, yıxa bilmədim Basat. Böyük qaplan oldu Təpəgöz, uca dağlarda fırlandıq, yıxa bilmədim Basat. Ulduz aslana döndü Təpəgöz, qalın qamışlıqda yıxa bilmədim Basat. İgid olsan yaxşı, amma mən Qazandan artıq olmasın. Qazan Basat özü ilə müqayisə edir, deyir, məndən artıq ola bilməzsin. Ağsaqqallı ana atanı ağlatma. Basat dedi, mütləq gedəcəm. Qazan dedi, özün bilərsən. Yəni Basat o sözlərdən sonra belə geriyə çəkinmir də, deyir, yox, gedəcəm ki, gedəcəm. Qazan da deyir, yaxşı özün bil. Atası ağlayıb dedi, oğul ocağımı. Bəzi testlərdə düşür ki, Aruz onu dəstəkləyir ki, çıx get, hə, afərin sənə, yox. Atası istəmir gedir, çünki onsuz da bir oğlunu qıyan səyəcə yetirib döyüşdə. Onun görə ağlayıb deyir ki, oğul ocağımı sahibsiz qoyma, rəhm elə getmə. Basat dedi, yox, ağsaqqalı zata gedirəm. Atasını eşitmədi, paltarının qolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını da qurşandı, yayın qoluna saldı, ətəklərini yığışdırdı. Atasının anasının əlini öpüb halallaşdı, salamat qalın dedi, Təpəgözün olduğu. Baxın, Təpəgözün olduğunun adını burada verir. Demişdim sizə Salaxanadır. Təpəgözün olduğu Salaxana qayasına gəldi. Gördü ki, Təpəgöz arxasını günə çevirib yatıb. Öz belindən çəkdi bir ox çıxartdı. Təpəgözün çiyninə bir ox vurdu. Təpəgöz qocalara dedi, bu yerə milçək bizi dülxor edir. Bu arada Təpəgöz həqiqətən başda elə bilir ki, milçəkdir gələn. Basat bir də atdı. O da parçalandı. Bir parçası Təpəgözün qabağına düşdü. Baxın, Təpəgözün qabağına düşəndən sonra Təpəgöz oxu görür. Oxu görəndən sonra sıçradı, baxdı, Basatı gördü. Əlinə çalıb qahqahla güldü. Qocalar dedi, Oğuzlardan bizə bir yeməli yetişmiş quzu gəlib. Deməli, burada Basat nəyə bənzədilir? Basat quzuya bənzədilir. Yəni deyir ki, baxın bu hissədə. Deyir ki, Oğuzlardan bizə yenə bir yeməli quzu gəlibdir. Belə. Basatı qabağına qatıb tutdu, boğazından yapışıb dedi, ay qocalar, günorta üstü bunu mənim üçün şiş kabab eləyin yeyim. Yenə yuxuya getdi. Basat dedi, ay qocalar, bunun ölümü nədəndir? Dedilər, bilmirik, amma gözündən başqa ayrı yerdə ət yoxdur. Bax, deminlər, bilirik, gözünə vur öldür. Deyir, bilmirik, amma gözündən başqa da bir yerində ət yoxdur. Sadəcə bu məlumat verir və bu məlumat Basat üçün həll edici məlumat olur. Basat Təpəgözün başı ucuna gəldi, göz qapağını qaldırıb baxdı, gördü ki, gözü ətləndi, dedi, ay qocalar, süngünü ocağa qoy. Bax, qılıncı yox, süngünü, bu da düşmüşdü, süngünü. Ocağa qoyun qızsın. Süngünü ocağa saldılar, qızardı. Basat əlini aldı, adı gözəl Məhəmmədə salavat çəkdi. Süngünü Təpəgözün gözünə elə bastı ki, gözü məhv oldu. Birdən deyir, hansı peyğəmbərin adı keçir? Əsərdə Məhəmməd peyğəmbərin əsərdə adı keçir. Təpəgöz elə nərə çəkdi ki, elə hayqırdı ki, dağ-daş əks səda verdi. Basat sıçradı mağaraya, qoyunların içinə düşdü. Bax, birinci mağara söhbətidir. Mağaranın qapısında durub. Basat sıçradı mağaraya, qoyunların içinə düşdü. Təpəgöz bildi ki, Basat mağaradadır. Mağaranın qapısında durub bir ayağını qapının bir yanına, birini digər yanına qoydu. Dedi, ay qoyunlar bir-bir gəlin keçin. Bir-bir gəlib keçdilər. Hər birinin başını sıxaladı. Toğlu qoç gəlin keçin dedi. Bunu eləməkdə məqsədi Basatı rahatlıqla tapıb aralarından seçməsi idi ki, öldürsün. Bir qoç yerindən qalxdı, buynuzlayıb irəli cumdu. Basat bir anda qoçu basıb kəsdi, dərisini çıxartdı, quyruğu ilə başını dəridən ayırmadı. Dərinin içinə girdi. Bax, biz qoyun dərisinin içinə girməyə başqansı əsərdə görmüşdük. Bəli, ağıllı uşağı əsərində Əhməd eləmişdi. Təpəgöz bildi ki, Basat dəri içindədir. Basat qoçun başına Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan bərk tutdu. Qaldıranda buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları arasından sıçrayıb qaçdı. Təpəgöz buynuzu götürüb yerə çırpdı, dedi, oğlan qurtuldunmu? Basat dedi, Tanrım qurtardı. Təpəgöz dedi, ay oğlan, al bu barmağımdakı üzüyü barmağına tax. Əsərdə uşaqlar bunu oxuyanda elə bilir ki, Təpəgöz onu istəyir deyə üzüyünü verir. Xeyr, sadəcə Təpəgöz burada hiylə işlədir ki, bəlkə o üzüyü alanda tuta bilər də. Deyir, al üzüyü barmağına tax, səni ox qılınc kar eləməsin. Baxın, birinci mağara söhbəti idi, ikinci söhbət nədir? Üzük, bax, ardıcıllıq düşür. Mağaradan sonra üzük. Ox qılınc səni kar eləməsin. Basat üzüyü alıb barmağına keçirdi. Deyir, Basat üzüyü barmağına keçirəmir? Yox, keçirib. Təpəgöz dedi, oğlan üzüyü alıb taxdı mı? Basat dedi, taxdım. Təpəgöz Basatın üzərinə atılıb xəncərlə vurub kəsdi. Bu arada Təpəgöz fikirləşirdi ki, üzüyü ona verəcəkdi və amma yenə də öldürə biləcəkdi. Çünki elə bilirdi ki, üzük təkcə bunu qoruya bilər. Amma Təpəgöz yanılırdı da, üzük Basatı da qoruyur. Deyir, xəncərlə vurub kəsdi. Basat sıçrayıb kənarda durdu. Gördü ki, üzük yenə Təpəgözün ayağı altına düşüb. Üzük çıxır.
Üzük axıra qədər Basatın barmağında qalır desə səhv fikirdir. Üzük sona qədər Basatın barmağında qalmır. Onun əlindən çıxır. Təpəgöz dedi, qurtuldumu? Basat dedi, Tanrım qurtardı. Basat hər dəfə qurtulanda Tanrım qurtardı deyir. Yəni çox təvazökar biri olur. Heç vaxt demir ki, igidliyim, ağlım qurtardı mən. Deyir, Tanrım qurtardı. Təpəgöz dedi, oğlan, o günbəzi görürsənmi? 3-cü hissə. Üzükdən sonra nədir? Günbəz. Birinci mağara, sonra üzük, sonra günbəz. Görürəm dedi. Təpəgöz dedi, mənim xəzinəm var, get möhürlə o qocalar götürməsinlər. Bax, məsələ xəzinənin qocalar götürməsi deyildi, yenə hiylə işlədir ki, bəlkə günbəzin içində onu vurub öldürən. Basat günbəzin içinə girdi, gördü ki, qızıl gümüş yayılmışdır. Təpəgöz dedi, indi elə vurum ki, günbəzlə bir yerdə darmadağın olsan. Basat, la ilahə illallah, Muhammedin Rəsulallah dedi. Həmin anda günbəz yarıldı, 7 yerdən qapatıldı. Baxın, burada bir əfsanəvi an yaşanır. Basat qapıların birindən çıxdı, Təpəgöz dedi, oğlan qurtuldu mu? Basat dedi, Tanrım qurtardı. Bu dəfə ciddən amma Tanrı qurtarır. Yəni sadəcə bir ağıl işlədib nəyəsə əl atmır. Təpəgöz dedi, sənə ölüm yoxmuş, o mağaranı görürsənmi? Orada 2 qılınc var, biri qınlı, biri qınsız. Mənim başıma o qınsız qılınc kəsər, get götür, mənim başımı kəs. Ölmək istəmir, kim öz əli ilə ölmək istəyir, kim öz ölümünü hazırlayar. Ölmək istəmir, sadəcə fikirləşir ki, ora gedəndə qılınclardan biri Basatı öldürəcək və beləliklə Təpəgöz ondan qurtular. Basat mağara qapısına getdi, gördü bir qınsız qılınc durmadan enir qalxır. Həqiqətən qınsız qılınc onun ölümünü gətirəcək qılınc idi bu arada. Testlərdə düşür hansı qılınc idi? Qınsız. Bax, qınsız olan. Ehtiyacla öz qılıncını çıxardı, qarşısına tutdu. Qılınc 2 para oldu. Getdi bir ağac gətirdi, qılıncın qabağına tutdu, onu da 2 para elədi. Basat da ağıllı olan birbaşa qılıncı ələ atmır. Birinci görmək istəyir hələ burada təhlükə var, yoxsa yox. Aha, sonra yayını əlinə aldı. Oxla o qılınc asılan zənciri vurdu. Qılınc düşüb yerə batdı. Həmin qılıncın dəstəyi ilə bərk tutdu. Gəlib dedi, ay Təpəgöz necəsən? Təpəgöz dedi, ay oğlan, yenə ölmədinmi? Basat dedi, Tanrım qurtardı. Təpəgöz dedi, sənə ölüm yoxmuş. Təpəgöz söyləmiş görək, nə söyləyib demişdir. Gözüm, yalnız gözüm. Yalnız gözdə mən Oğuz yurdunu əsir elədim. Ala gözümdən ayırdın git məni, şirin canından da ayırsın Tanrı səni. Qarğış eləyir. Deyirsən, mən ala gözümdən ayırdın, Allah da sən canından ayırsın. Belə ki, mən çəkirəm göz dərdini, heç şirdə verməsin Tanrı bu günü. Təpəgöz yenə dedi, hardan gəldin git, yerin nə yeridir? Təpəgöz soruşur görə elə bu kimdir, yəni onu belə məhv eləyən. Adın nədir, get söylə mənə. Basat Təpəgözə söylədi, olduğum yer yurdum mənim Günortaçdır. Haradır? Günortaçdır. Mənim adımı soruşsan, Arızoğlu Basatdır. Təpəgöz dedi, sürt qardaş yox, qıyma mənə. Basat dedi, ay zalım, ağ saqqallı atamı ağladıbsan, ağ bircəkli qoca anamı inlədibsən, doğma qardaşımı qıyan zəldi ki, öldürmüsən. Yəni biz süt qardaşlıq olsun, sən mənim doğmamı öldürmüsən. Ağca üzü gəlinimi dul eləmisən. Ala gözlü uşaqlarını yetim qoymusan. Böyük polad qılıncımı çəkməyincə, qafalı qapaqlı başını kəsməyincə, al qanını yer üzünə tökməyincə, qardaşım qıyanın qanını almayınca, qoymaram, sağ qalasan, qoymaram. Burada əslində intiqam hissi var. Təpəgöz bir daha söyləyib demişdir. Ağ saqqallı qocalar çox ağ. Burada Təpəgöz öz elədiklərini bir-bir gözünün önündən keçirdir və həqiqətən də səhvini başa düşür. Ağ saqqallı qocalar çox ağlatmışam. Ağ saqqalın qarğışı mı tutdu ala gözüm səni? Ağ bircəkli qarılar çox ağlatmışam. Anaların göz yaşı mı tutdu ala gözüm səni? Bu yeri tərləmiş cavanlar çox yemişəm. Cavanlıqlarım tutdu ala gözüm səni. Əlləri xınalı qızcıqazlar çox yemişəm. Ovucuları qarışları tutdu ala gözüm səni. Belə ki, mən çəkirəm gözümün göynəmini, heç kimə verməsin Allah göz yükü, göz qəmi. Gözüm, ay gözüm, yalnız gözüm. Basat isləndi, yerindən durub gəldi Təpəgözə. Nərdəvə kimi diz üstünə çökdürdü. Təpəgözün öz qılıncı ilə boynunu vurdu. Bax, deyir Təpəgözə hansı qılıncla vurur? Öz qılıncı dediyi qılınc qınsız qılıncı idi. Bu qınsız qılınc söhbəti, qınsız. Yəni vurduğu qılınc qınsız qılıncı idi. Başını yayın girişinə taxdı, sürüyə-sürüyə mağaranın qapısına gətirdi. Basat bunlu qoca ilə yapaqlı qocanı Oğuz əlinə muştuğusu göndərdi. Baxın, bunlu qoca ilə. Amma Oğuz əlinə. Onu da Basat özü göndərir bu ikisini. Bunlu ilə yapaqlı qocanı. Oğuz əlinə xəbər çatdı. At ağızda Aruz qocanın evinə, amma muştuluğu çapar göndərir. Bir dənə buranı qəşəng bildirək. Deməli, dedik ki, Oğuz elinə kim göndərdi? Oğuz elinə bunlu qoca ilə yapaqlı qocanın özü gəlib dedi. Bəs at ağızda Aruza kim göndərdi? Çapar. Onun evinə çapar gedir. Muştuluq oğlun Təpəgözü öldürdü. Qalan Oğuz beyləri yetişdilər, Salaxana qayasına gəldilər, Təpəgözün başını ortaya gətirdilər.
Dədəm Qorqud gəlib şadlıq havası çaldı. Mərdigidlərin başına nə gəldiyini dedi, danışdı. Eləcə də basada xeyir dua verdi. Baxın, normalda bütün əsərlərdə sadəcə sonunda gəlib bu cür xeyir dua verir. Amma bu əsərdə başda da gördünüz, ortada gördünüz, indi də görürsünüz ki, Dədə Qorqudun adı çəkilir. Qaradağda yetəndə sən keçid versin. Aşkın daşkın sular keçsən, keçid versin. İgidliklə qardaşının qanını aldın, qanlı Oğuz bəylərini fəlakətlərdən qurtardın. Qadir Allah üzünü ağ eləsin, Basat dedi. Sizə də xeyir dua verək, ölüm cədikdə sizi pak imandan ayırmasın. Günahınızı ada Əziz Məhəmməd Mustafa'ya bağışlayın, xan hey. Dediyimiz kimi epos 8-ci boyudur, əfsanəvi xarakter daşıyır. Boyda Təpəgözün anası Pəri idi, ona üzük verir. Ona görə Təpəgöz heç cür yəni ölmür, heç bir şey onu nə kəsmir, nə batmır. Basatın doğma qardaşının adının Qıyan Səlci olduğunu bayaq dedik, kimdən öyrəndik? Dədə Qorquddan öyrəndik. Qamışlıqda olan uşağın ilk xəbərini Oğuz xanın ilxıçısı gətirib Oğuz xanın özünə verir. Oğuzların önündə qonur qoca Sarı Çobandan öncə heç kim kəs etməzdi. Sarı Çoban Uzunbulaqda ət topasını Təpəgözə görən ilk adam idi. Qonur qoca Sarı Çoban ət topasını görməsi ilə bağlı heç kimə xəbər vermir. Bayandır xanla gəzməyə çıxan Aruz Təpəgözü himayə götürmək üçün Bayandır xandan izin alır. Təpəgöz ona baxanda dayələrin hamısını canına alır. Belə, yəni bu hissəndə oxuyarsınız, mənim dediyimdə gördüyünüz kimi. Xüsusilə baxın, bu cümlə sizə çox lazım olan cümlələrdəndir. Sonra bu cümləni yaxşı oxuyun. Deyir ki, ovuzuna sığmır lələkli oxun, yekə buynuzlarının bərk yayın var deyə Qapaqqanın qocası, yəni qarısı Basata tərif deyir. Ümid edirəm ki, faydalı olar. Təşəkkürlər izlədiyiniz üçün. Çalışın ki, əsərlərin bir-bir cümlə təhlili ilə oxuyasınız.